Bizə nə olub ki, dua edirik, dualarımız qəbul olunmur. Çünki sizin qəlbləriniz 10 səbəblə ölmüşdür. Allahı tanıdınız, haqqını vermədiniz. Peyğəmbəri sevdiyinizi iddia etdiniz, lakin onun sünnəsini tərk etdiniz. Quranı oxudunuz, ona əməl etmədiniz. Allahın nemətlərindən yediniz, amma layiqincə şükr etmədiniz. Şeytan düşmənimizdir dediniz, amma ona müvafiq oldunuz. Cənnət haqdır dediniz, onun üçün əməl etmədiniz. Cəhənnəm haqdır dediniz, ondan ibrət almadınız. Ölüm haqdır dediniz, ona hazırlaşmadınız. Yuxudan durub insanların eyibləri ilə məşğul oldunuz, amma öz eyiblərinizi unutdunuz. Ölülərinizi bastırdınız, amma onlardan ibrət almadınız. Bu gözəl nəsihətlər həqiqətən hər bir müsəlman üçün ibrət olmalıdır. Çünki bu nəsihətlər hər birində insan bunları yerinə yetirərsə, Allahın izni ilə dualarına cavab veriləcəyinə zəmanət var, yəni səbəblər var, əgər bunlar yerinə yetirilərsə.